Videoya başlayan kimi sizin üçün bu görüntülərdə gördüyünüz mənim xoşuma gəlməyən, bəlkə də Aygün xanım bunu qəsdən etmir, bir zarafat kimi edir, amma görüntüləri geri verib izlədikdə mən düşünürəm ki, Aygün xanımın geyimində olan bu ləkəklərin Röya xanımın üzünə dəyməsi düşünürəm ki, narahatçılıq olan bir durumdur və Röya xanım bundan narahat olur, amma sadəcə orada bildirmir. Mən düşünürəm bu olmasaydı, bu görüntü heç də belə xoş görünmür sadəcə deyib bu mövzunu çox da genişləndirmədən mən Aygün xanımın yaradıcılığı haqqında sizə bəhs eləmək istəyirəm və beləliklə videomuza başlayaq. Aygün Kazımovanın doğum günü partisinin ikinci hissəsini sizə təqdim edirəm. Beləliklə yeni videoda hər birinizi xoş gördük. İnşallah ki bu video xoşunuza gələcək. Videoya başlamamışdan öncə, tam izləməyə başlamamışdan öncə rica edirəm videonu like edək, fikirlərimizi kommentariyalarda bildirək. Keçid edək. Sizə Aygün xanım haqqında, Aygün xanımın ilk sıfırdan bugünə gəlməsi haqqında, gəldiyi proseslər haqqında sizə məlumatlar verəcəm bu videoda. Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib. Atası Ələsgər Kazımov Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda, anası Fizzə Kazımova İrəvan mahalı Zəngibasar rayonu Seyidlər kəndindəndir. Ailənin dördüncü, sonuncu övladıdır. Aygün Kazımova uşaqlıqdan pika xəstəliyindən əziyyət çəkmişdir. İfaçı bu xəstəliyi barədə ilk dəfə 2015-ci ildə Xəzər TV-də yayımlanan Körpü Şouda qonaq olduğu zaman etiraf etmişdir. Aygün 1977-ci ildə 12 saylı məktəbin 1-ci sinifinə qədəm qoyur. Məktəbin ən vacib tədbirlərində Aygünün mahnılar ifa etməsi onun bu illərdə daha həvəsləndirir. 8-ci sinifdə oxuyarkən atasını itirir. Hələ orta məktəbdə təhsil alarkən o həndbol üzrə yığma komandanın qapıçısı və kapitanı idi. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman Ozan qrupunun solisti olaraq səhnəyə çıxmışdır. 1986-cı ildə Mədəni Maarif Texnikumunu oxuyan Aygün Kazımova təhsili müəyyən səbəblərdən yarımçıq qalır. O dövrdə Aygün Kazımova Aypara və Qaya vokal-instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərmişdir. Aygün Kazımova Aypara qrupunun solisti olan zaman Aygün Malik və Alim Qasımovla birlikdə Rəhm eylə bizə ilahi adlı mahnını duet şəklində ifa etmişdir. 1989-cu ilin 24 dekabrında gənclik sevgisi keçmiş həyat yoldaşı İlqar İbrahimovla evdən qaçır. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlir. Çox qısa müddət sonra Aygün Kazımova 1991-ci ildə həyat yoldaşından ayrılır. Buna əsasən səbəb isə həyat yoldaşının Aygünə səhnəyə çıxmağa icazə verməməsi, tüfeyli həyat tərzi keçirməsi, Aygünü hər gün incitməsi olub. Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə Bakı payızı yarışması ilə gəlmişdir. Müsabiqədə Vaqif Qərəzadənin bəstələdiyi Yarım eşitsin məni mahnısı ifa edir. İlk Grand Prisinin məhz bu yarışmada qazanmışdır. Müsabiqənin rektoru Mikayıl Vəkilov Aygünü ilk dəfə dinləyərkən bu qız kimdirsə xalq artistidir deyir. Müsabiqədən sonra artıq hamı tanımağa başlayır. Dahi bəstəkar Tofiq Quliyevin müsabiqələrində Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır deməsi
Aygünə qol-qanad olur və o bütün çətinliklərə baxmayaraq sənətdə böyük səhnələrdə iri addımlarla addımlayacağına özünə söz verir. 1989-cu ildə Latviyada keçirilən Yurmala 89 mahnı müsabiqəsində iştirak etmişdir. Müsabiqədə Eldar Mansurov Vahid Əzizin sözlərinə bəstələdiyi Bu Sevgi mahnısının ifa edir. Mahnı muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özünə cəmləşdirməyi bacarır. Yarışmada 18 yarışında olmasına baxmayaraq heç bir dəstək almadan iştirak edən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edir. 1989-cu ildə Aygün Kazımova tarixə düşəcək Novruz Gəlib mahnısını Azərbaycan televiziyasının Novruz bayramı buraxılışında ifa etmişdir. 1991-94-cü illərdə 1-ci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən bir ay iştirak etmişdir. 1990-cı ildə Sovet ordusunun Bakıda törətdiyi 20 yanvar faciəsi qurbanlarının xatirəsinə Şəhidlər mahnısı oxumuşdur. 1992-ci ildə Qazaxıstanda keçirilən Asiyanın Səsi mahnısı müsabiqəsində də iştirak etmişdir. 1993-cü ildə anası Fizzə xanım vəfat edir və Aygün Kazımova depressiyaya düşür. Bir müddət səhnəyə və şou proqramlara çıxışdan imtina edir. 1994-cü ildə İtkin Gəlin mahnısını ifa edir. Mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. Aygün Kazımova müsabiqələrinin birində ilk öncə mahnının oxumaq istəmədiyini və məhz mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə mahnının oxuduğunu demişdir. Bu mahnı Aygün Kazımovanın inanılmaz şöhrət gətirir. 1994-cü ildə İlqar Ələkbərovun rejissorluğu ilə Bizim Qızlar mahnısını lentə alır. 1996-cı ildə Gəncə şəhərində ilk solo konsertini verir. Aygün Kazımova ilk konsertindən cəmi 1 manat qazanır. 1996-cı ildə Türkiyənin İstanbul şəhərində keçirilən Türkvizyon mahnı müsabiqəsində Azərbaycanı Ağ Vətən mahnısı ilə layiqincə təmsil edir. Mahnının sözləri Almaz İldırıma, musiqisi isə Cavanşir Quliyeva məxsusdur. Aygün Kazımova yarışmada 3-cü yeri tutmuşdur. 1997-ci ildə Ömrüm Günüm adlı albomunu dinləyicilərinə təqdim edir. Albom Bakı Raks şirkəti tərəfindən satışa çıxarılıb. 1989-cu ilin Yeni il bayramında Aygün Kazımova uzun fasilədən sonra Azərbaycan Dövlət Televiziyasının efirinə çıxır. Bəyaz geyimdə Həzin Mavi Dünyamsan mahnısını ifa etməsi onun səhnəyə yenidən qayıdışı idi. Aygün Kazımova həmən anda 105 kiloqram idi. 1998-ci ildə Aygünün Gecələr Keçir, Vokalist mahnıları və bu mahnılara çəkilən kliplər böyük səs-sədaya səbəb olur. 1999-cu ildə Sara TV və Aygün bu gün verilişində aparıcılıq edir. 1999-cu ildə Sənsizliyim mahnısının və ona çəkilən klipini təqdim edir. Mahnı daha çox Qoy İşığı Söndürüm adı ilə məşhurlaşır. 1999-cu ilin aprel ayının 10-da Heydər Əliyev Sarayında Aygün bir gün konsertini vermişdir. 2000-ci ildə Heydər Əliyev adına sarayda Ya Devuşkaya Vostoçnaya adlı solo konserti verir. Bu ildə ilin müğənnisi, ilin konserti, Aygün bir gün, ilin hiti, Gecələr Keçir Grand milli mükafatlarına layiq görülür. 2001-ci ildə ilin müğənnisi, ilin konserti, ilin hiti, Ya iti Grand milli mükafatına layiq görülür. Həmçinin Şəklimi Çək mahnısı da Grand milli mükafatına layiq görülür. 2001-ci ildə Heydər Əliyev adına sarayda türk sənətçisi Mustafa Sandal ilə birlikdə solo konsert vermişdilər. Həmən
konsertin bitişindən sonra noyabr ayında möhtəşəm şou olacağını bildirmişdi. Bu dəfə məkan fərqli seçilmişdir. Heydər Əliyev adına İdman kompleksi baş tutan qeyri-adi şou konsertində bileti çox erkən tükənmişdir və 2001-ci ildə 23 noyabr tarixində böyük anşlaqla baş tutmuşdur. Rusiyanın ən önəmli qadın sənətçilərindən biri bilinən Lolita'nın konserti günü əlavə olaraq Aygün Kazımovanın da çıxışı baş tutmuşdur. 2001-ci ildə Şəklimi çək, Depressiyondayım, Sevdim, Uyuma, Tez gəl mahnılarının və bu mahnılara çəkilmiş misilsiz kliplərini təqdim edir. 2000-ci ildə Aygün, 2001-ci ildə isə Sevdim albomlarını təqdim edir. Konsert 2002-ci ildə aprel ayının 5-i Heydər Əliyev sarayında Aygün Lolita Женские Story adlı altında baş tutmuşdur. Bu konsertdən tam bir ay sonra 2002-ci ilin mayın 5-ci tarixində Heydər Əliyev sarayında Gələrsiz Görərsiz adlı solo konserti ilə dolduran Aygün Kazımova yenə də ilin ən möhtəşəm şousunu göstərmişdir. Sentyabrın əvvəlində Sankt-Peterburqda yola düşən Aygün çox böyük bir riskə əl atır. 8 saatlıq plastik əməliyyata həyatı bahasına imza atır. Bu əməliyyat Aygünün son nəfəsi bahasına başa gələ bilərdi. Ona görə də Aygün rejissorluğun Ülviyə Könülün üstələdiyi əməliyyatda kadrlarının çəkilməsi və xanım İsmail qızının Tez gəl mahnısına çəkilən klip şəklində tamaşaçılarına təqdim etməsinə vəsiyyət edir. 2002-ci ildə Best Model of the World model yarışmasının prezidenti Türkiyəli iş adamı Erkan Özarmanın seçimi ilə Best Model of the Azərbaycan 2002-ci müsabiqəsinin təşkilatçılığını edən Aygün bir neçə ay gündəmi məşğul etməyə bacarırdı. Türkiyəli model Mert Kılınc ilə aşk yaşadığını deyən Aygün müsabiqə böyük reyting qazandırdı. Yarışma bitəndən sonra Mert aşkı da bitdi. Bu müsabiqə Türkiyədən və Rusiyadan qonaqlar da dəvət olunmuşdu. Həmin müsabiqəyə yüksək səviyyədə təşkil olunduğuna görə 94 ölkə arasında birinci yerə layiq görüldü. 2002-ci ildə Sigara mahnısını və ona çəkilən klipi təqdim edir. 2002-ci ildə Best Model of Azərbaycan 2002 müsabiqəsində Aygün Kazımova Superstar adlı təqdim edirlər və bütün ölkə onu Superstar ləqəbi ilə təqdim edir. Best Model of Azərbaycan 2002 müsabiqəsindən sonra Türk mediasından düşməyən Aygün Kazımova Türk mediasında Azərbaycanın Ajda Pekanı və Azəri Diva ləqəbləri ilə olaraq da təqdim olunur. 2002-ci ildə Space TV-nin lentə aldığı Qış nağılı komedi filmində Zülfiyə Xanbabayevanın qızı roluna canlandırır. 2002-ci ilin dekabrın 24-ü Aygün Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülür. Bu ad qiyməti ondadır ki, bu adı Heydər Əliyev imzası ilə verilir. 2003-cü ilin may ayın tarixində Heydər Əliyev sarayında Aygün Nez Store effekti konserti baş tutur. 2003-cü ildə Vətən Anadır, Bir Söz Yetər mahnılarına çəkdiyi klipləri ilə özünü rejissor kimi sınadı və kliplər çox uğurlu alındı. 2004-cü ilin meyxanaçı Namiq Qaraçuxurlu ilə Sevdi Ürək adlı ilk duet böyük marağa səbəb olur. 2004-cü ildə Hüseyn Abdullayevin müəllifi olduğu Son Söz mahnısını ifa edir və mahnıya Gürcüstanlı rejissor klip çəkir. 2004-cü ildə meyxanaçı Namiq Qaraçuxurlu ilə eşq yaşamağa başlayır. 2005-ci ildə Aygün Kazımova sərhədləri daha da genişləndirir. Rusiyanın Novosibirsk şəhərində 28 may tarixində Ya Devuşka Vostoçnaya konserti baş tutur.
2005-ci ildə Məşədi İbad 94 filmində xarakterinə uyğun Sənəm obrazını canlandırır. Həmin ildə Arif Qaziyevin çəkdiyi Xarı Bülbüllər filmində yaratdığı Xan qızı Natəvan obrazı ilə aktrisa kimi də bəstələdiyi Sevərsənmi Bir Gün mahnıları ilə bəstəkar kimi də özünü sınamış oldu. 2005-ci ildə Mən Aygünəm mahnısını ifa edir və mahnıya arxivdən ibarət klip çəkilir. Mahnının musiqisi Eldar Mansurova aiddir. 2005-ci ildə Azərbaycan Respublikasının 1-ci Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov bəstəsi olan Səndən Nigaranam mahnısını və Elşad Xose Dəyirman qrupu ilə birlikdə Mavilər duetini təqdim edir. Həmçinin 2005-ci ildə Sevərsənmi albomunu da təqdim edir. Alboma Azərbaycanın ən məşhur bəstəkarları Eldar Mansurov, Rəhim Rəhimli, Tünzalə Ağayeva, Gövhər Həsənzadə, İsən Məlikov əsərləri də daxildir. 2006-cı ilin 26 yanvarında Moskvanın Böyük Kreml sarayında Yaz Devuşkaya Vostoçnaya adlı verdiyi möhtəşəm konsertlə həm də öz 35 illik yubileyini xarici həmvətənləri ilə qeyd etmiş oldu. Məşhur və sevilən Rus müğənnisi Filip Kirkorov ilə Kalma duetini ifa etməsi və Filip Kirkorovun səhnədə Aygünün qarşısında diz çökərək Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan qızı Aygünə öz eşqini bildirməsi əməkdar artistin növbəti uğuru idi. 2006-cı ilin 3 may tarixində nəhayət ki Heydər Əliyev adına sarayda Xarı Bülbüllər filminin təqdimatı keçirilir. Təqdimat əvvəlcə filmin tamaşalarına nümayişi, muğam ifaçılarının və sonda Aygün xanımın Azərbaycan mahnısını ifa etməsi ilə keçirilir. 2006-cı ilin 24 noyabr tarixində Aygün xanım ikinci dəfə təşkilatçılığı ilə Best Model of Azərbaycan 2006 model müsabiqəsi keçirilir. Bu dəfəki yarışmaya da xaricdən fəxri qonaqlar dəvət olunmuş, onlar yüksək səviyyədə qarşılanmış və təbii ki Aygün xanımın simasında Azərbaycan qonaqpərvərliyini bir daha şahidi olmuşlar. Yarışmanın nəticəsində seçilmiş qalib cütlük həmişəki kimi Türkiyəyə Azərbaycana təmsil etmək üçün göndərilmiş ad qazanıb vətənə qayıtmışlar. 2007-ci ilin 20 iyun tarixində Tofiq Bəhramov adına Respublika stadionunda verdiyi Öpsən adlı konserti də Aygün Kazımovanın növbəti hayküylü layihəsi oldu. 2007-ci ilin Sankt-Peterburqda 5 saatlıq cərrahi əməliyyatı zamanı Aygün Kazımovanın bədənində kiçik plastik əməliyyat keçirilib. Əməliyyatı cərrah Nekrosov həyata keçirilmişdir. 2008-ci ildə Aygün Kazımova ATV-də həftə içi 5 gün yayımlanan Xeyr Ola əyləncəli musiqili verilişində aparıcılıq etmişdir. 2008-ci ildə xalq artisti fəxri adına layiq görülmüşdür. 2009-cu ildə Təkcə Səni mahnısını ifa edir və mahnıya Fuad Əlişovun rejissorluğu ilə klip çəkilir. 2009-cu ildə Yaşıl Teatrda Olduğum Kimi konserti baş tutur. Konsertdə Aygün Kazımova 2 saatdan çox canlı ifa etmişdir. 2010-cu ildə Aygün Kazımova ilə Namiq Qaraçıqlı'nın münasibətlərində problemlər yaranır və Aygün Kazımovanın depressiyaya salır. Uzun müddət özünə gələ bilməyən Diva ləqəbli müğənni sonradan özünə ələ alır və ard-arda hitlər təqdim edir. 2010-cu ildə Mir Yusif ilə Petrol mahnısını ifa edir və mahnı SS Production tərəfindən hazırlanır. Mahnıya klip güclü rejissor Basa çəkmişdir. Klip ilk olaraq Türkiyənin ən məşhur musiqi kanalı olan Kral TV-də yayımlanmışdır. Kral TV-nin Top 20 hit paradında da 17-ci pilləyə qədər yüksəlir. Bu Azərbaycanın mahnısının Türkiyədəki hit parada ilk uğuru idi. 2011-ci ildə Ekstrem Azərbaycan reality şousu üçün Nəbiyə yollanan xalq artistinin ov tüfəngini əlinə alaraq nəsli kəsilməkdə olan heyvanı hədəf alaraq atəş açması və ceyranı vurması şounun ən yadda qalan hadisələrindən biri olmuşdur. 2011-ci ildə meyxanaçı Namiq Qaraçıqlı ilə münasibətlərinə son qoyan Aygün Kazımova
tam fərqli imicdə tamaşaçılarının qarşısına çıxmış və Düşün Məni mahnısını təqdim edir. Mahnının klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alır. Klipi Türkiye'li rejissor Murat Küçük lentə almışdı. Klipdə 2008-ci ildə Best Model of Azərbaycan 2008 yarışmasının qalibi Azər Atakişiyevlə rol almışdı. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusunda idi. 2011-ci ildə əslən Türkiyəli olan Azərbaycanlı gənc müğənni Gökhan Eroğlu'la birlikdə Bir Gecəlik mahnısını təqdim etmişdi. 2012-ci ilin ilk günlərində səssiz sinema mahnısının və mahnıya çəkilmiş Türkiyəli rejissor Murat Küçük imzası klipini təqdim edir. 2012-ci ildə müğənni Üzeyir Mehdizadə ilə birlikdə Qoy Bütün Aləm Bizdən Danışsın mahnısını təqdim edir. 2012-ci ildə Aygün Kazımova Gəncə şəhərində Heydər Əliyev adına parkda verdiyi konsertlə terror aktının qarşısını almışdı. 2012-ci ildə xalq artisti Aygün Kazımova FIFA 17 qadınlar arası çempionatı Azərbaycan 2012-yə qızlarımıza dəstək üçün Qol mahnısını və ona çəkilmiş klipi təqdim edir. 2012-ci ildə Türkçə Həyat Ona Güzel mahnısını təqdim edir. Mahnının sözləri və musiqisi Türkiyəli bəstəkar müğənni Sərdar Ortaca aiddir. 2012-ci ildə Aygün Kazımovanın Həyat Ona Gözəl mahnısını iTunes Türkiyənin ən çox dinlənən Top 50 və 39-cu pillədə qarşılaşır. Həmçinin Türkiyəli bəstəkar müğənni Sinan Akçıl'la birlikdə ikinci Sən duetini təqdim edir. Klip Avstriyanın İstanbuldakı konsulluğunda çəkilmişdir. 2012-ci ildə Türkiyənin Kral Müzik Ödülləri musiqi mükafatını 2 nominasiya ilə mübarizə aparan pop diva fəxri qonaq kimi dəvət alır. Nankör, Gəl, Bax, Gör mahnıları da təqdim etmişdir. 2012-ci ildə avqust 5-də xalq artisti Aygün Kazımova Atlant istirahət zonasında möhtəşəm ikinci Sən konsertini proqramı ilə çıxış etmişdir. 2013-cü ildə Türkiyənin TRT Dövlət kanalındakı Kadir Çöpdemir Koptu Geliyor proqramında fəxri qonaq kimi çıxış etmişdir. 2013-cü ilin iyun ayında Telafisi Yox mahnısını təqdim edir. 2013-cü ilin avqust ayında isə Amerikalı rapper Snoop Dogg ilə Cafe from Colombia duetini təqdim edir. Bu kompakt diskə bir mahnı və 11 remix daxildir. Mahnının Azərbaycanda ilk dəfə olaraq Vevo musiqi kanalında təqdim olunur. Türkiyəli 9-8 müzik şirkəti tərəfindən hazırlanan layihələr gözlənilən nəticə vermir. Şirkət Aygün Kazımovanın aldadaraq çoxlu pullarını mənimsəyir və daha sonra Aygün Kazımova Türkiyənin başqa bir musiqi şirkəti Doğan Müzik Company ilə işləməyə başlayır. 2013-cü ildə Aygün Kazımova Türkiyəli musiqiçi Murad Yetər'in müşayiəti ilə konsert proqramı ilə çıxış etmişdir. 2013-cü ildə Gəncə şəhərli icra hakimiyyətinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlı Həmrəylik günü münasibəti ilə Türkiyənin məşhur müğənnisi Fərhad Göçər ilə Gəncədə konsert proqramı ilə çıxış edir. Təsadüf, Azərbaycan bayrağı, biletini alma, nə vaxtsa gecə gündüz, səndən adam olmayacaq singllarını təqdim edir. 2014-cü ildə Sənə Xəstəyəm singlını təqdim edir və mahnı qısa müddət ərzində hit paradları və musiqi saytlarına minlərlə yüklənmiş dinlənmə əldə edir. 2014-cü ildə Bakıdakı istirahət mərkəzlərinin birində Super Show adlı konsert proqramı ilə çıxış edir. 2014-cü ildə isə Qəbələdə Səndən Nigaranam adlı konsert proqramı ilə çıxış edir. 2015-ci ildə Unutmuşam, Bir Parça Keks, Gecə Yarı, Ağlım Başıma Gəldi və Səni Belə Sevmədilər mahnılarını təqdim edir. 2015-ci ilin mart ayında Azad Azərbaycan televiziyasında yayımlanan Özünü Tanıt proqramında 3 münsifdən biri olmuşdur. Və beləliklə yavaş-yavaş artıq videonun sonlarına çatırıq. Demək istədiyim bu oxuduqlarım Aygün Kazımovanın Wikipediyasında olan məlumatlardır və sadəcə çox qısa bir hissəsidir. Çünki videonun bəlli bir vaxtı var.
və o vaxtda sığdırdığım qədəri ilə çox az bir hissəsini 2014-14-ə kimi olan bir yaradıcılığını sığdırıb sizə təqdim etdim. Əgər ki çox maraqlı olsa bu formada sizə videolar, bunu yorumlarda bildirin. Mən növbəti hissələrini, növbəti partlarını da sevə-sevə Aygün xanımın vloqlarını hazırlayıb sizə bu formada, daha professional formada da özümü inkişaf etdirib sizə təqdim edərəm. Bu videonu Aygün xanımın 55 illik yubileyində olan partisindən təqdim edirəm. O video üzərindən danışıram. Və beləliklə ümid edirəm sizi yormadım. Sevərək izləyərsiniz bu videonu. Düşünürəm, əgər bura kimi izləmisənsə, düşünürəm sənə video çox maraqlı olub, ya da sən Aygün xanımın fanatlarındansan, sevənlərindənsən. Çox təşəkkür, əgər bura kimi videonu izləmisən, vaxt ayırmısan. Çox təşəkkür edirəm. Sağ olun, kanalı like edib videonu like edib kanala abunə olmağı unutmayın. Sizi sevirəm. Sağ olun, sevgi ilə qalın.